İmtahanıma 2 gün qalıb və mən hələ indi hazırlaşıram. Gəlin bir yerdə fonetika imtahanıma hazırlaşaq. Beşinci mühasirəyə qədər yazmışam, hamısı yazmamışam. Bunu yazmaq lazımdır. Yarım saat imtahan suallarını təkrarladıqdan sonra biraz kitab oxumaq qərarına gəldim. Bu iki kitab arasında seçim etmək məcburiyyətindəyim. Mən də bu kitabı seçirəm. Leonardo da Vinci'nin kitabıdır. Сказки и легенды. Gəlin oxuyaq. Orada çox gözəl maraqlı şəkillər var. Bumaga Çernila əsəri. Çox maraqlı əsər idi bu arada. Kitabımızı da oxuduq. İndi isə biraz Koreya dilindən oxu tapşırığını eləyəcəyik. 여러분은 무슨 음식을 좋아해요? 저는 한국 음식을 좋아해요. 일주일에 3번 한국 식당에 가요. 저는 불고기와 김치찌개를 자주 먹어요. 불고기는 정말 맛있어요. 김치찌개는 조금 매워요. 하지만 맛있어요. 이번 주말에는 친구하고 한국 식당에 갈 거예요. Bu qədər. Hobbi olaraq isə yenə çivimizin davamını çəkirik. Bildiğiniz kimi çəkəni çəkirəm. Geçen dəfə sizinlə bir yerdə ancaq yüz bölməsini çəkmişdik. Saç və gözləri qalmışdı. İndi isə saç və gözlərini çəkdim. Hələ ki belə alındı. Məncə qəşəng alındı. Devamını da növbəti videolarda çəkəcəyik. Bu arada bugün 381 addım atmışam. Bugün biraz gec yatıram. Saat 23:20'dir. Amma yenə də vlogumuz bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti günlərdə görüşənədək. Sağ olun.